Salam, mən Nəzrin. Bu videoda sizinlə məzun qalmaq haqqında danışacağam. Mən özüm də keçən il məzun olaraq 563 baldan bu il 635 bala qədər qaldırmış biriyəm. Və ətraf çevrəmdə təəssüflər olsun ki, 4-cü qrupda olan kəskin bal artımına görə, rəqabətə görə bu ildə məzuna qalmağı planlayan, hətta yüksək balla məzuna qalmağı planlayan bir neçə şagird gördüm. Onlara da yararlı olması adından və özüm də bu yoldan keçdiyim üçün nələr edə bilərsiniz, tövsiyələrim nə ola bilər, bu haqda bir video hazırlamaq istədim. İlk olaraq onu deyə bilərəm ki, öz-özünüzə birinci sual verin. Mental olaraq bu perioda dözə biləcəksinizmi? İnsanların sözləri çox təsir edəcəkmi sizə? Və yaxud da geriyə dönüb, kaş mən elə düşdüyüm yerə də gedərdim, oxuyardım deyəcəksizmi? Ya yox, bunu düşünün. Bunu məncə daha çox düşünün. Çünki mən məzuna qalanda ilk bir ay bütün ətraf çevrəmdəki insanlar mənə niyə məzuna qaldın, kəsildinmi? Elə getdiyin yer yaxşı idi, gedib oxuyardın. Bal qaldıra biləsənmi? Qaldıra bilməsən nə edəcəksən? Bir də mi hazırlaşasan? Bu tip suallarla mənim beynimi doldururdular. Əgər siz bunu qaldıra bilməyəcəksinizsə, buna hazır olacağınızı düşünmürsünüzsə, bunlar sizi yoracaqsa və peşman olacaqsınızsa, siz məzuna qalmayın. Və yaxud da, əgər siz hal-hazırda bir yeri kodlaşdırdınız, tutaq ki, düşdünüz və sonra məzuna qalmaq istədiniz, və yaxud da heç kodlaşdırmamısınız, amma hal-hazırda düşdüyünüz bəzi yerlər var da, təbii ki, ixtisaslar. Əgər siz məzun ilinizdə yorulduğunuz hər an oturub deyəcəksinizsə ki, kaş elə bir ixtisas seçib gedib oxuyardım, indiki halım daha yaxşı olardı deyə bu tip fikirlərə qapılacaqsınızsa, məzuna qalmağınızı tövsiyə etmirəm. Çünki məzuna qaldığınız zaman siz istənilən ətraf çevrədən gələn bütün fikirlərə qapalı olmalısınız, sadəcə özünüzü fikirləşməlisiniz və siz sadəcə geriyə yox, irəliyə baxmalısınız. İkinci olaraq demək istədiyim fikir budur ki, bəzi insanlara, xüsusilə də 4-cü qrupa hazırlaşan insanlarda bir prinsip olur. Tibbə düşmək, tibbə oxumaq, həkim olmaq. Və bəziləri real olaraq dərinliyə insək, bəlkə də heç tibbi istəmir, amma prinsip üçün 1 il məzuna qalır, 2 il məzuna qalır, 3 il məzuna qalır və sonunda gəlir tibbi oxuyur və deyir ki, bəlkə də mən bu qədər itirdiyim ildə başqa-başqa yerlərə gedib çata bilərdim, özümü daha da inkişaf etdirə bilərdim. Buna görə də tövsiyə edəcəyim bir sual da budur ki, özünüzə verəcəyiniz. Mən qalacağım bu 1 il ərzində həyatımı daha da yaxşı edə bilərəmmi, yoxsa elə 1 ildən sonra tibb oxuyaraq daha yaxşı bir vəziyyətə gələcəmmi? Yəni aradakı bu 1 il sizdən nə isə alacaqmı, yoxsa sizə nə isə qazandıracaqmı? Bunu düşünün. Yəni məsələn, mən özüm məzuna qalanda 1-ci il psixologiyaya qəbul olmuşdum Xəzər Universitetinə, tədris ingilis dilinə və mən düşündüm ki, mən məzuna qalmasam, nə edəcəm? Gedib psixologiya oxuyacağam. Psixologiya istəyirdimmi? O qədər də yox, amma Xəzər Universitetini sevirdim və tədris də ingilis dili olduğu üçün o ixtisası yazmışdım. Bəs mən əgər məzuna qaldım, amma bacarmadım, nə isə itirəcəmmi deyə düşünürdüm və belə bir qərara aldım ki, mən heç nə əslində itirməyəcəm. Çünki mən psixoloq olmaq istəmirdim o qədər də çox. Və əgər iş alınmasa, yenə psixoloqa düşəcəmmi? Məncə bəli düşəcəm. Yəni o qədər zəifləməyəcəm bu 1 il ərzində ki, mən yenidən psixoloqa çatacaq o balı toplamayım. Yəni bunu düşündüm ki, mən heç nə itirməyəcəm. Lap deyə itirdim. Mən ondan aşağı nəyə düşəcəm? Nəyə qəbul olacağam? Mən müəllimliyə qəbul olacağam və psixoloq mu daha yaxşı idi, müəllimlik mi daha yaxşı idi? Mənim üçün onlar arasında elə də çox bir fərq yox idi. Mən yenə də deyirəm, burada psixologiya ixtisasını qətiyyən pisləmirəm. Psixoloqlara çox böyük hörmətim var. Hətta mən psixologiyanı çox sevirəm, amma bunu iş olaraq etmək istəmirdim. Buna görə də psixologiyaya yenidən qəbul olacağımı bilirdim. Ən az ehtimalla, əgər bacarmasam. Və ondan da aşağı müəllimliyə də qəbul ola bilərdim. Amma mən onsuz da ikisini də istəməyərək edəcəkdimsə, zaten mən bir şey itirməyəcəkdim. Amma balı daha da artırıb tibbə qəbul olmaq imkanım da var idi. Və buna görə də mən düşündüm ki, mən heç nə itirməyəcəm, qazansam da tibbi qazanacağam. Bunu fikirləşib mən məzuna qaldım. Amma siz sadəcə prinsip üçün məzuna qalırsınızsa və sonunda tibbə gəlib tibbdə oxuyanda artıq peşman olacaqsınızsa olduğunuz mövqedən, bunu etməyin, məzuna qalmayın. Həqiqətən bu dünyada elə sadəcə tibb ən yaxşı bir ixtisas deyil. Mən çox görürəm ətraf çevrəmdə, bəzi oxuyan abituriyentlərdən də. Təbii ki, tibb çox ali bir peşədir, həqiqətən də hörmət olunacaq, dəyərli bir peşədir. Amma o demək deyil ki, elə dünyada ən yaxşı bir peşə tibbdir. Xeyr. Ona görə də sizə tövsiyə edirəm ki, bu 1 il ərzində qalan boşluqda siz daha da özünüzü inkişaf etdirə bilərdinizmi? Onu fikirləşin. Yox, əgər elə bir ehtimal yoxdursa, siz sadəcə tibb istəyirsinizsə, tibb oxumaq istəyirsinizsə və tibbin sizə qazandırdığı daha çox şey olacağını düşünürsünüzsə, bu şəkildə məzuna qalmağı tövsiyə edirəm. Üçüncü olaraq, əgər məzuna qalırsınızsa, ailənizin sizə dəstək olmasına baxın. Həqiqətən olduğunuz o məkan, yəni dərs oxuduğunuz yer sizə 1 il daha imkan verəcəkmi? Siz rahat bir şəkildə dərsinizə oxuyasınız. Yəni olduğunuz ortam sizə bu imkanları təqdim etməyəcəksə, siz məzuna qalıb daha da yaxşı nəticə əldə etməyi gözləməyin o zaman. Çünki əgər sizin yaşadığınız ev çox səs-küylüdürsə, məsələn də indi misal olaraq çəkirəm bunları. Sizin oxumağınız üçün yetəri qədər şərait olmayacaqsa, sizin oxumağınız üçün sizə rahatlıq verməyəcəksə ailəniz və yaxud da ətraf çevrəniz, bu zaman bunu da nəzərə alıb düşünməlisiniz. Mən məzuna qalmalıyam-mı, yoxsa ixtisas seçimi edib getməliyəm-mi? Yəni bugün hal-hazırda məzuna qalmaq heç də qorxulu bir şey deyil. Amma biraz da reklam olaraq çox məzuna qalmağı təbliğ edirlər ki, arzularınız, məqsədləriniz üçün çalışın. Təbii ki, mən özüm də bunu düşünüb məzuna qalmışam, amma eyni şəkildə hər bir sizə təsir edəcək
nə varsa onları da düşünüb bu qərarı verməlisiniz. Yəni məzuna qalmağın populyarlığından istifadə edib mən də məzuna qalacağam, axırda da tibb oxuyacağam, tibbə qəbul alacağam deyə düşünməyin. Çünki ətraf çevrəmdə həqiqətən məzundan qalıb qəbul olmayan, istədiyi nəticəni toplamayan, yəni bu ilin ortasında yorulan, yetəri qədər yaxşı oxumayan, sonda isə təbii ki, tibbə qəbul olmayan insanlar da yetəri qədər var. Bunu da nəzərə alın. Həqiqətən bacaracaqsınızsa, həqiqətən oxuyacaqsınızsa, həqiqətən bu yolda, bu bir il ərzində yenidən balı o dərəcəyə qədər qaldırıb həkim ola biləcəyinizə inanırsınızsa, bunu edin deyirəm. Yoxsa əgər bunların heç biri sizdə yoxdursa, boşu-boşuna məzuna qalmağa dəyməz. Onu da deyim ki, əgər həqiqətən bunlara inanıb məzuna qalırsınızsa, biraz da motivasiya olsun deyə deyirəm ki, həqiqətən çox az ballardan yüksək ballara qaldıran yüzlərlə şagird var, xüsusən də 4-cü qrupda. İndi sizin bu potensialınız varsa və həqiqətən bacaracağınıza inanırsınızsa, əmin olun ki, balınız 560, 540, hətta mən görmüşəm ki, 490-dan belə 645-ə qədər qaldıran uşaqlar var. Yəni bunu bacara bilərsiniz. Özünüzə inanmağınız və çalışmağınız yetərlidir. Ümid edirəm ki, ətraflı məlumat verdim. Əgər hər hansı bir sualınız varsa, şərhlərdə mənlə bölüşün, hər birini cavablayacağam. Hər birinizə uğurlar.